ümumi fəlsəfi olaraq teist bir mövqeydəyəm. Şəxs olaraq teist sayılıram. İslam dininə mənsub bir müsəlmanam. Bir yaradıcının varlığı barəsində olan inancım isə onun mövcud olmasıdır və bu Allah Əzzə və Cəldir. Mənə görə yox, mənim dinimə görə bəşəriyyətdə ibadətə və itayətə layiq tək məbud Allah Əzzə və Cəldir. Allahın varlığına ağıl inayət edir, inkar etməmək üçün və mənim inancıma görə, hətta etiqadıma görə bir yaradıcının varlığını inkar etmək ağıl işi deyildir. Mənə görə bir yaradıcı yoxdur demək, o kəsin nə məntiqdən, nə fəlsəfədən, nə də elmdən zərrə qədər anlayışının olmamasını göstərər. Və mən eyni anda etiqad edirəm ki, İslam dini haqq bir dindir və İslam dini Allah Əzzə və Cəlin bəşəriyyət üzərinə nazil etdiyi haqq və sonuncu dindir. Özündən əvvəlki dinləri özündə cəm edən bir dindir. Mənim dinimin əsası üsul-i din olaraq 3-dür, üsul-i məzhəb olaraq 5-dir. Üsul-i dinin əsası isə ilkin mərhələdə təvhiddir. Təvhid bir yaradıcının, yəni Allah Əzzə və Cəlin mövcud olduğu və ondan başqa ibadətə heç bir məbudun layiq olmadığını göstərən bir əsasdır. Mənim dinimin əsasına görə dinimin əsasının ikinci predmeti Peyğəmbərin peyğəmbərliyi, yəni nübüvvəti təsdiq etməkdir. Mən etiqad edirəm ki, Allah Əzzə və Cəl aləmlərə rəhmət olaraq və sonuncu dini nazil etdiyi Muhammed sallallahu aleyhi və səlləmdir. Və eyni anda mənim dinimin əsası və sonuncu hissəsi olan məad anlayışı vardır. Ölümdən sonraki həyat, cənnət və cəhənnəm və digər mövcud olan qeybi aləmlərin özünün varlığına etiqad etmək. Bu mənim dinimin, üsul-i dinimin 3-cü hissəsidir. Mən bu məsələlər üzərində öz mövqeyimi açıq bəyanla bildirdim. Bir də uşaqlar, aşağıda Sevikin bacısı profili var. Onu atın. Səssizə xahiş edirəm. Geçsin adını dəyişsin, gəlsin. Qardaş, xahiş edirəm adını dəyişdir. Buyurun. Mən bütün dinlər haqqında müəyyən səviyyədə mənim məlumatım var. Demirəm ki, bütün dinləri, dini etiqadları mükəmməl səviyyədə bilməyim haqqında indiyə kimi heç bir yerdə məlumat verməmişəm. Bu bir. İkinci olaraq, mən demək istəyirəm ki, Tanrının varlığını niyə qəbul eləmirəm? Dünyada indiyə kimi elmi tədqiqatçıların, alimlərin, həmçinin də bir çox bu mövzu ilə maraqlananların fikirlərinə görə dünyada 10 mindən çox din və dini etiqad var. Etiqad var. Din və dini etiqad. Mən buna görə buradan düşünürəm ki, əgər bir tanrı, yaradıcı varsa, mən ona qarşı namusluyam. Mən bir tanrıya qarşı namusluyam, əgər bir yaradıcı varsa. Sadəcə, əgər yaradıcı tanrı insana seçim şansı verirsə, okey, mən bunu qəbul edirəm. Yəni, hər insan hər qoyunu öz ayağından atacaqlar dedikləri kimi. Hər insan öz elədiyi əmələ görə sorğu-sual olunsun, imtihan olsun, razıyam. Amma demək istəyirəm ki, ən azından bu qədər dinin və bu qədər etiqadın yaradılmasına ki, yaradıcı icazə verməzdi, yəni verməz. Bu belə. İndi yaradıcıdan deyirsiniz. Növbəti olaraq da siz deyirsiniz ki, mənim dinim İslam dinidir. Qısa. Bizə maraqlı deyil hansı məzhəb nümayəndəsisiz və yaxud da ki, neçəsinə hörmət edirsiniz, neçəsini eləmirsiniz və yaxud da məzhəbiniz, təriqətiniz nədir? Sadəcə, yəni müsəlman dediniz, mənə bəs elədi. İslam dinində bir çox problemlər var mənə görə. Məsələn, İslam dininə əsaslanan Quran-Kərim kitabında qadın haqqları mənə görə müdafiə olunmur. Qadına orada tarla kimi yanaşırlar və yaxud da digər bir şeylər. Həmçinin də ki, məsələn, belə deyim də, Taha surəsindən danışaq. Taha surəsi 70-74-dən danışaq. 70-də deyir ki, Musa əsanı yerə atır, əjdaha olur və yaxud da 74-də deyir ki, günahkarlar sonsuz bir əbədi əzaba düçar olacaqlar. Mən düşünürəm ki, əgər vahid yaradıcı bu qədər mərhəmətlidirsə, nəyə görə axirət əgər varsa, axirətdə öz yaratdığı bəndəni sonsuz əzaba düçar eləyir. Həmçinin də indiyə kimi dində keçən, məsələn, yaradılışda olan Adəm və Həvva yaranıb ilk olaraq. Buna aid elmi şəkildə zərrə qədər də müəyyən olunmuş bir dəlil yoxdur. Və elmi dəlilləri mən nəyə əsasən deyirəm? Məsələn, arxeoloji qazıntılar olsun və yaxud da digər bir şeylər. Böyük alimlərin və elm adamlarının araşdırmalarına görə ortaya çıxarılmış təxmini bir statistikaya əsasən 10 minə yaxın din vardır dediniz. Çox böyük səhv elədiniz. Ümumiyyətlə, metodologiyadan aslı olaraq hal-hazırda əlimizə gəlib çatan ən bəsit statistikaya əsasən 4000-dən yaxın din var.
Din barədə mövqeyinizi istəmirəm. Mən sizin yaradıcı barədə mövqeyinizi istəyirəm. Bu arada onu göstərdiniz, mən də gəlib bunu göstərim. Bəzi mənbələr dünyada 4000-dən çox din və inanc olduğunu qeyd edir. Yəni qeyd edeyim, sizə biləsiniz. Sizin də qeyd etdiyiniz mənbədə fərqli bir mənbə ola bilər. Yəni İTOK-da mənim araşdırmam bu. Əlqərəz. Yəni bizə bu ekrana qoyduğumuz məlumat o qədər də biz üçün əhəmiyyət kəsb eləmir. Çünki bu akademik bir səviyyədə qaynaq deyil. Akademik qaynaq nədir? Misal üçün bir suala cavab verirəm ki, gəlir məsələn deyir ki, insan kimi mükəmməl bir varlıq necə yaranır, necə özünə yaranır bu? Və mən demək istəyirəm ki, insanlar bilmədiyi bir şeyə biri yaratdı deyir. İnsanlar bilmədiyi bir şeyə biri yaratdı deyir. Xahiş edirəm mənim danışdığım fikirləri bir dinləyib qəbul etməyi bacarın, axırda fikirlərinizi bildirərsiniz yəni. Emosional reaksiyalar verməyiniz bizim umurumuzda deyil. Növbəti olaraq da demək istəyirəm ki, yəni əgər bir tanrı, mənə görə tanrı yoxdur. Deyirəm ki, insanları tanrı yaratmayıb, təkamül nəticəsində Big Bang nəzəriyyəsi nəyə əsaslanır? Big Bang nəzəriyyəsi əsaslansın Albert Einstein'in nisbilik nəzəriyyəsi olsun, həmçinin Edwin Hubble'ın teleskopu ilə müəyyən olunub ki, kainat genişlənir. Mənə görə ruh anlayışı da yoxdur. Dində ruh anlayışı var, ateizmə görə ruh anlayışı yoxdur. Mən deyirəm ki, insanın yəni hərəkətləri falan filan digər bir şeylər insanın beynindən və sinir sistemindən asılıdır. Və insan həyatı tərk edəndən sonra, öldükdən sonra bitir, yox olur, heçliyə qovuşur. Ümumiyyətlə birinci növbədə insanların yaradılışı Allah yoxdur demək deyil. Yəni insanlar təkamül nəticəsində mövcud olubsa, bu yenə də Allah yoxdur demək deyil. Ümumiyyətlə dünya Big Bang ilə mövcud olubsa, bu əksinə bir yaradıcının mövcud olmasına daha böyük dəlalət edər, nəinki belə. Çünki əgər cavabınız budursa, o zaman sizə dərhal yerindəcə bir sual vermək istəyirəm. Və çox xahiş edirəm. Debat əxlaqsızlığı elədirsiniz. Mən mövzunun canlının başlanğıcında deyim ki, sual verməyi hər iki tərəfdən qazanır, bunun qayıtları var. Debat eləmirik biz bəy. Dediniz ki, heç bir sual verməyəcəm. Okey, sual vermirəm, yaxşı. Amma insanlar dinləsin deyə mən... Yəni, sual debatda... Ümumiyyətlə Big Bang teoremi, yəni kainatda genişlənmənin baş vermə məsələsi 1929-cu ildə Edwin Hubble tərəfindən təyin olunmuş, yəni kəşf olunmuş Hubble teleskopu vasitəsilə 1990-cı ilə qədər aparılan araşdırmalarda kainatdakı genişlənmənin mövcud olduğu tapılıbdır və bu da Big Bang teoremini daha da gücləndirir. Amma Big Bang teoremi mövcud olması və hər bir şeyin, yəni maddə və zamanın mövcud olması yaradıcı yoxdur demək deyil. Çünki Big Bang'in mövcud olması maddə və zamanın başlanğıcı deməkdir. Amma bu Big Bang'in özünün necə baş verməsi demək deyil. Bizə Rauf bəy Big Bang'in necə baş verməsini izah eləməlidir ki, öz-özlüyündə, heç bir təsir gözmədən, heç bir təsir olmadan Big Bang'in necə baş verməsini bizə izah eləməlidir ki, baxın, Big Bang baş verib, o heç nədən təsirlənməyib, ona heç nə təsir etməyib, ümumiyyətlə heç nə yox idi, birdən-birə Big Bang baş verdi. Bu prosesi Rauf bəy bizə izah etməlidir. Yox, əgər izah edə bilmirsə, ümumiyyətlə danışdığımız mövzuda Big Bang oldu, yaradıcı yoxdur. Bu nə də rasional bir çıxarış deyil. Kainatda hər şey kiçik bir nöqtə halında olur. Ondan sonra partlayış olur. Bu partlayış nəticəsində hidrogen, helyum yaranıb, protonlar yaranıb, digər bir şeylər yaranıb və istilik olur. Bunu nə ilə sübut eləmək olur? Bunu məsələn bu barədə Big Bang-ə aid dəlillərdən Albert Einstein'in nisbilik nəzəriyyəsini misal göstərə bilərəm. Ondan əlavə bayaq qeyd elədiyim kimi Edwin Hubble'ın teleskopunu misal göstərə bilərəm. Növbəti olaraq kosmik mikrodalğalı fon şüalanmasını misal göstərə bilərəm. Bu sırf elmdə belə bir şeylər qəbul olunub və müasir dövrümüzdə 21-ci əsrdə bir çox şeylər elmi yolla yanaşılır ona. Yəni hansısa bir kitabla və yaxud da digər bir inancla yanaşılmır. Bu belə. Növbəti olaraq da demək istəyirəm ki, mən düşünürəm ki, hər dövrdə insanın özünə məxsus bir şuuru olur. Yəni insanın əcdadının meymun yox, primat olduğunu mən qəbul edirəm. Başqa bir primat. İnsan meymundan yaranmayıb. Mən düşünürəm ki, Müntəzir bəy bir 2 il ərzində bədənində tük olan istənilən bir yerə əl vurmasa, təmizləməsə 2 il ərzində o primatlara bənzəyir. Bax, belə bir iddia qaldırıram. Əksini izah eləsə bizə, yəni mən diqqətlə qulaq asacağam ona. Yəni insanın şuuru da hər dövrün, hər sivilizasiyanın özünə uyğun şuuru olur. Və buradan mən düşünürəm ki, ruh anlayışı yoxdur, insanın beynindən və beyin hüceyrələrindən asılıdır.